tirlərlə, ayaqla yerlər. 1500 dənə stulba var. 1500 neçə dənə. Kərbala yolunda. Niye? Bütün dinlərdən Kitayda var, gözəl Hindistanlısı da var, Pakistanlısı da var, Ərəbi de var, Türkü de var, Kürdü de var. Hər millətdən gedir. Necə olur ki, onda sənin ən üstün əgər adamın İmam Hüseyndən 50 dəfə üstündürsə Poladın, heç bir dəfə sənin profilində Poladla şəklivi görmədim. Ya da onun qəbrini təmizləyən yerdə videovu görmədim. Tərtər hadisələrindən danışanda görmüsən ki? Danışa bilməz axı. Millətinə işgəncə verən polisindən, hərbiçilərindən danışa bilər. Heç onu qoy qırağa. Oturub vahabilərdən danışsın. Çox xırda. Eyni dinin fərqli formasını onlar da yaşayır. 2010-cu ilə qədər Azərbaycanda vahabilər gizlana yazırdı. Saqqalların qırxırdı zabat küsədə olanı. Tutub saqqalın zadını kəsirdilər, belə yazırdılar. Gizlana Kley tökürdülər, kley tökürdülər, bəli. İndi at oynadırlar. Bax, irad bildirirsən, mən həmişə burada gözəl söz deyirəm. Şahruddin arvadın Çeripaşka ninja kimi niqabda gətirmişdi stadiona. Vahabidir. Çıx onu müzakirə elə. Eləyə bilməz. Bilsən niyə? Çünki Qurbanovun komandasının %90'ı vahabidir. Onlara dəysən adamın kökün dağıdarlar. Kökün. Sənin o... Mən də sənə bir söz deyim, onların da vaxtı gələcək. Bir vaxt gələcək, şiələri zəiflətəcəklər. Hə, o sonra evlərə soxacaqlar, cizdətəcəklər, artıq başlarını soxmağa, Sovet vaxtında kimi namazı zordan gizli qılacaqlar. Onu da keçəcəklər, o birisi... İndi sənə bir dənə sual vereyim. Adil, baba, nənəvin nənəsinin nənəsi neçə yaşda evlənib? Səbəm yoxdur həqiqətən. Amma cavan olardı, 11 yaşında, 14 yaşında. Pedofil olub, onda sənin babavın babasının ya da nənəvin nənəsinin pedofil olub. Bugünkü qanunlara görə, hə, amma o da vaxtçı qanunlara görə ən hörmətli adam olub. Ay, sağ ol. Çünki mənim babamın başına bütün şəkam düşür. 1400 il əvvəl yaşanan prosedura görə niyə Peyğəmbərə pedofil deyir bu adam? Seviyin nənəsinin araşdırsaq, elə 9 yaşında atası ona basıb. Əri ona basıb. Nənəsinin nənəsi 9 yaşında evlənib. 8 yaşında evlənib. Çünki o vaxtki insanlar texnologiya ilə kayıfda olmadıqlarına görə daha tez inkişaf edirdilər. Əvvəllər qadınlar 9 yaşında aybaşı olurdu. İndi 15 yaşına çatanda heç aybaşı olmurlar. İndi 18 yaşında adam uşaq doğa bilmir. İndiki 14 yaşında adam hamilə qalanda xəstəxanada onu dünyanın ən güclü həkimini gətirirlər ki, bunun doğuşu təhlükəli olmasın. O vaxtda doğurdular, ölmürdülər. Necə olurdu? Çünki bizim vücudumuz get-gedə zəifləyir. Bizim bədən gücümüz get-gedə zəifləyir. O vaxtda 9 yaşında cəmaət rahatlıqla doğurdu. İcazə verib bir dənə söz deyim. Evdə ləyəndə doğurdu. Teştin içində, suyun içində doğurdular. Belə əski sərdə riski doğurdu. Heç yox idi. İcazə verib bir dənə söz deyim. 1400 il əvvəl maşın olmayan dövrü insanların indikilərlə müzakirə eləyib, sonra onları pedofil deyirsən. Bu yaşayışdır bu. İcazə ver bir dənə söz deyim. Bax, burada mən əminəm ki, bizə baxanların arasında müsəlmançılığı müdafiə etmək istəyən 99% adam var, amma məlumatsız adam var. Bura qalxsarıq onu yuxarı, ona 10 dənə sual mən, 10 dənə sual sən verərsən, elə müsəlmanlar burada olan başqa müsəlmanlar o müdafiə qalxan adamı əzərlər, gülərlər ona. Düzdür, səhvdir. Düz var. Bugünkü gündə Çevikin efirinə, Çeviki götürək efirdən, gətirək 30 lira müntəziri, məsəl üçün deyirəm amma müntəziri. Adını keçirəmsə, əgər inciyirsə məndən özü bilər. Gətirib qoyaq müntəziri, 2 ay Çevikin efirində müntəzir danışsın, orada olan 77% ateist, çərdən çörüb müsəlman olacaq. 100%. Çünki bu dəqiqə onun subutu gəlmişdi bura. Adam dedi, mən ateistəm, Dedim ki, ateist sözün mənasını dedi, bilmirəm. Dedim, necə ateist olmuşsan? Dedim, mən Çevikə baxıb ateist olmuşam. Dedim ki, ateistsənsə, ateistdən bir dənə argument gətir. Peyğəmbər 9 yaşında uşaqla evlənibdi. Dedim, budur sənin ən böyük gətirdiyin. Öz babasının 9 yaşında. Ən böyük gətirdiyin argument, sənin İslamdan çıxardan argument budur da. Bir dənə buna görə sən İslamdan çıxdın, düzdür? Deyir, hə. Deyirəm ki, onu da xahiş edirəm. Mənə deyiləm ki, Quranda o harada yazır? Deyir, Quranı oxumamışam. Yəni ki, orada da ona Sevin fəxrimizsən yazan 77% ateist, Lübo güclü müsəlman qabağında müsəlmançılıq qəbul edəcək. Instagramda video çəkmişəm, yenə çəkiləm. Uşaqlar, bugün mənim adıma qarayaxmalar hazırlanacaq ki, mövzunu
Başqa yerə görsünlər. Səhər duranda öncə gördüm onu. Əli şəhid ailəsini söydü. Əli şəhid analarına söz deyir. Mənim şəhid analarla problemim bir il bundan qabaq olub. Söyməmişəm, agresiv danışmışam. Ləmanın müdafiəsinə qalxmışdılar. Sonradan səhvlərin başa düşdülər. Və onları mən pulda yığdım. Özüm də pul atdım. Aramızda Bağışladılar səni, öpdülər, mənə duayı yola saldılar. dedilər. 4 saatdan çox mənlə müzakirə edib, mənim söhbətlərimə gülüb, nə şirin oğlan sana qədər deyiblər mənə. Bu bir. Əgər qeyrətiniz var idisə, o gündən bu günə qədər o söhbəti hər gün işıqlandırardınız. Yatmış söhbəti işıqlandırmaq üçün. Bu günləri qığılcımlanan bir şeyin üzündən qalaq, sonra məni mühakimə edərik. İkinci, şəhid qəbri söydü. Mənim anamın qəbrini söyən adamın ailəsinə cavab vermişəm. Mən o adamın bir ölüsünü tanıyırdım. Birinci xəbərdarlıq edib. Dedi, etmə, eləmə, keçməyəcəm, baxmayacam, sibit oyundur, uşağındır. Mənim anamın qəbrindən danışma. Adam canlıda olan Murad Sadəri yazmışam. Adam dayanmadı, durdu ayağa, zamokun göstərdi. Sonra getdim, yox, mən üzü sapladım, qəbrə gedəcəm, ziyarətə, belə elədi. Mən də həmin vaxtda ona yazmışam, mesajda zaten qoymuşdu. Dedim, anamın qəbrindən danışarsan, sənin qardaşın qəbrin şəhid olmur, nə olur olsun, mən üçün önəmli deyil. Adam, bax, mən sənə qabaqdan şərt qoyuram. Danışacaq, çünki mən sən bir ölübü tanıyıram, o da şəhiddir. Məsələ budur ki, bugün mənim anam mən üçün şəhiddir. Mən üçün ümumiyyətcə İmam Hüseyndən sonra ikinci şəhid anamdır. Çünki mənim bugün var olmağıma səbəb anamdır. Mənim anam var olmasaydı, o şəhid olsaydı, mən dünyada olmayacaqdım. Amma o şəhid olmasa da mənim anamın varlığı mənim dünyada olmağıma səbəbdir. Elə bilirsən necə də iPhone zavodundan çıxıb, onu yaradan bir şeyə deyir ki, misal Tesla'nı buraxın Elon Musk'a deyir ki, Tesla belli. Elon Musk, sən kimsən elə? Mən də deyirəm ki, məni dünyaya gətirən bir anadan danışanın körpə, ana, şəhid, məhid keçməyəcək. Danışmayın. Qəbirlə şantaj eləməyin. Ya səbirli olun, real həyatda məni taparsınız. Real həyatda. Və bir də mənə gəl burada bizim üzümüzə söyləyənlər. Deməli sizə buna da cavab verim. Söyülmək istəyən sizsizsə, bir zəhmət olmasa, gəlin siz bura. Mən rahat söyüm. Çünki bu günləri mən iPhone istəyirəmsə, iPhone evimə belə gəlmir. iPhone demir, mən gedirəm filan kəskilə. Gedim filan. Yox, ya da demirsən, iPhone hardasan, gəl bizə. Belə bir şey yoxdur. Özün gedirsən, pulunu ödəyirsən, alırsan. Əgər bu günləri sən mənə deyirsən ki, gəl mənim üzümə söy, deməli sən məndən o söz istəyirsən. Bir zəhmət olmasa, Amerika Birləşmiş Ştatlarına düşəndə mənə normal zəng vur, tuneldən zatdan məndən 6000 kilometr uzaqda qalıb mənə konum atma səfər kimi. Buldayam. Yox. Yaxında ol, Bostonda yaşayıram. Normal yer deyək, gəlim orada üzvə söyməsəm qeyrətsizəm. Bilirəm ki, mənim söyüşümdən bugün qidalanan bir çox kütlə var. Ona görə də mən üzvə söyərəm. Burada cəmaət polisin üzvə söyür. Burada nə var ki? Şikayət eləyə bilməyəcəksən, bir şansın var, mənə qaçıb nəsə edəsən. O da, inanmıram ki, sən ona risk eləyəsən, qardaşım. Axırıncı və Səfər onu sözdə demək istəyirdi, FBI otelindən çıxartdı onu. Yəni, çətin məsələdir. Siyasi aktivistəm, sənin ilhamından çox Amerikada mən qorunuram. Sənin ilhamın oteldə daldan çıxır, Adili görüb. Mən Adili görüb, Adillə belə görüşürəm. Yəni, sənin prezidentimin qorxduğu adamla mən axşamlar duraka oynayıram. Başa düşdün? Yəni, çox da İndi bir dənə də söz deyim, Əli. Bir dənə də söz deyim, icazə ver. Sənin ölkəvin ən üstün adamı İlhamdır, ən üstünüdür. Ondan o yanası yoxdur. Adil də onun qaldığı otelə gələndə qırmızı xalça yerə dal qapıdan çıxıb. Sən özünlə bizi qorxutmağa gəlsən, gülüncdür. Bir halda doğru ola bilər ki, sən İlhamdan üstün olasan. Bundan gülünc bir şey var. Bax, sən zığda yaşayan bir adam deyirsən ki, sən pis yerə ilişdin. O günlər o deyir, mənim atam deyir, şeydir, hüquqşünasdır. O söhbət. Bu günləri, qardaş, sən güclüsən, sən dahisən, Sevi də dünən deyirdi. Sevin dünən qardaş, xəbərin yox idi, sən yatmışdın, sən nədir? Bir dənə cümlə qurdu. Ən məşhur adamın dəydiyi dal, xəbərin olsun daldır. Nəsə belə bir cümlədir. Sonra belə.
Sən bilmirsən hansı adamlara ilişdiyini. Kimlə tanış ediyorsun? Hə, sən kimlərlə dans etdiyinin farkında değilsin. Mən də durdum göbəyəm. Bax, arkadakı divara baxdım. Deşiydi. Oğraş elə bir şey, Suriyada oturmuşdu. Güllədən giyib sığınıb ora. Beləlik kimlə? Təsəvvür elə sonra canını bağlı İlhamla zəng gəlir. Alo. Hə, bəlli eləmə, kasıb yerdə otur. Hə, güya bilsinlər ki, sən kasıbsan. Hə, sökülmüş Bir divarda. dənə söz deyim, bir dənə aktyorluq o saxla. Artist. Gör nə deyirəm. Sən Opşu ateistlərə söymüsən yoxsa yox? Yox, qardaş. Mənim ən yaxın dostum sənsən. Sənin Opşu ateistlərə söyməyə duxun çatar yoxsa yox? Duxum yox, götüm də çatmaz. Cavabını eşitdim. Mən Çünki ateistə söyməyim, Əzizlərim, öz eşitdiniz. qardaşımı söyməyimdir. Mənim qardaşım burada. Mənim Bunu bir dənə kayd edin uşaqlar. Bunu kayd edin, götürün. Sən ateistlərə söyərsən, söyməzsən. Mənim götürmüsündür. Mənasız bir şey. Sənin ateistlərə normal, özünü tanıyan, hörmətini saxlayan ateistlərə hörmətin var yoxsa yox? Hörmətim olmasa sənə qardaş demərəm. Mənasız cümlədir. Bu heç. Orada deyirsən, adın çıxmaq belə şərti ilə sualdır. demirsən, ona görə deyirəm. Qardaşım, bax. Bu qədər basit. Yenə də kimsə özünə götürüb. Yox mən, Bizə necə bir şey? axı mən, yox bir dənə kimsə yenə də özünə götürüb. Axı mən pıyam. Nətə bildi onu? Hardan bildi mən pı olmamı? Mən dedi deyən bayaq varsa. bir yayına qoşuldum. Deyirəm, məndən özünə götürən danış. özü bilsin. Qulaq as. Bayaq bir yayına qoşuldum. Adam dedi Cəllabatdayım, amma Cəllabatda dördü. Gedəcəm, gələcəm, nə olub, belə danışırdı. Bir dənə də söz deyim. Bunu da qoyaq, nöqtə qoyaq bir dənə də. Kimsə yaxşı insanlardan səhvən ola bilsin, hardasa kəsik görüb, nə də səhv başa düşübsə, onlardan üzr istəməyə kişiliyin çatır yoxsa yox? Niyə üzr istəyirəm? Nə var ki burada? Libondan üzr istəyirəm. Başa düşən adamdan üzr də istəyir qaqaş. Ha, üzr istəyirəm. Kim səhv anlayıbsa üzr istəyirəm. Nə var ki burada? Biz heyvan dölüyük, biz də sizin kimi ətdən qandan insanlarıq. Mən Terminator haçan deyil, görsəm ki, Terminator mənim deyil. başıma yumruq vururlar, məndən nəyisə məcbur alırlar. Mən ona qarşı heç vaxt əyilmərəm. Ki, burada normaldır ki, qardaş, sənin sözü səhv başa düşdüm. Deyəcəm, mən üzr istəyirəm, səhv başa düşdüm. Amma bir nəfər bayaqları canını açıb, üzün göstərmir. Profilə bir dənə belə şəkil qoy, bax. Bax. Profilə belə şəkil qoyub. Bax, gördün profildəki şəkil, bax belə. Və deyir ki, belə, sən mücahidlər sən gəl bizə subut edir. Sən kimsən? Sən botsan. Troldur, sən botsan. Sən 51 ayağı profilə qoyub, yəni, profildə kimin şəkli var sənin profilində? Mənim özümün, Mən profildə kimin şəkli var? özümün. Qaqa, mənim qozdağım olsa mənə ciddi alarsan profildə şəklim. Mən heç sən almıram. Adam qozdağını qoyub, şəhidi müdafiə edir. Adam qozunun şəklini profilə qoyub, profil şəkli edir. Çıxıb deyir ki, deyirəm ala, bildim də sənin bax bundan oyna deyirəm ağır söz, yoxdur da bu adamın tufağını dağıdacam mən. Bax, bir deyirəm, özüm.